Təxminən 500 metr yaxınlığında axşam saatlarında leoparı müşahidə etdim. Ağacın üstündə idi, tullandı, qaçdı, getdi. Bir neçə dəqiqəlik kadr çəkə bildik, amma yəni düşərgənin burada olması mənim üçün çox möhtəşəm oldu. Thank you. Fine, thank you. Mənim üçün təyin edilmiş çadır budur. Belə bir ərazidə ayaqxola hazırlayıblar. Bu şəkildə soyuqdur burada. Ayaqxoladan sonra torpaq tökmək lazımdır. Yavaş-yavaş. İçəridə də belə bir şərait var. Müzəyə istədik, götürə bilirik. Buranın insanlar da mehribandır, xidmətləri də yüksək səviyyədə. İndi səhər yeməni yekunlaşdırdıqdan sonra gedirik yırtıcı heyvanları tapmağa.